Salam uşaqlar. Biz bugün 8-ci sinif yeni dərsliyi əsasında 3-cü bölmədən 2-ci mövzunun izahına baxırıq. İnsan ürəyinin quruluşu və iş prinsipi haqqında danışacağıq. Bundan əvvəlki dərsdə biz məməlilərin ürəyinin quruluşundan qismən də olsa danışmışdıq. Deməli, insanın ürəyi kütləsi 300 qramdır və insanın ürəyi döş qəfəsində yerləşir. Döş sümüyünün arxa hissəsində sola meyilli deməli yerləşir və ürək 10 illərlə işləyib bütün orqanları aramsız qanla təchiz edir. İnsanın ürəyinin quruluşu necədir? Bu suala cavab axtaracağıq. Ürək nə üçün orqanizmin yorulmayan mühərriki adlanır? Təbii ki, insan yarandığı andan ölənə qədər ürəyi döyünürsə, demək ki, bunu biz yorulmayan mühərrik də adlandıra bilərik. İlk olaraq baxaq biz ürəyin quruluşuna. Deməli, ürək döş boşluğunda yerləşən və xaricdən birləşdirici toxumadan əmələ gəlmiş, içərisi maye olan iki qatlı ürəkyanı kisə ilə əhatə olunmuşdur. Deməli, bunun üzərində ürəyin iki dənə qat var. O da birləşdirici toxumadan yaranmışdır. Biz bilirik ki, heyvanların 4 növ toxuması var. Deməli, sinir toxuması, birləşdirici toxuma, epiteli toxuması və əzələ toxuması. Və ürəyin üzəri də birləşdirici toxumadan əmələ gəlmiş, iki qatla örtülüb, ürəkyanı kisə deyirik və o kisənin içində maye olur, o boşluğunda maye olur. Bu boşluqda olan maye ürək işləyən zaman onu sürtünmədən qoruyur. Yəni qoymur ki, o sürtünsün, rahat işləməsini təmin edir. Və bizim ürəyimiz 4 kameralıdır. 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Və qulaqcıqlar bax burada. Deməli biz qulaqcıqları görürük. Baxın, bax bu deməli qulaqcıqları bizə göstərir. Bax bura qulaqcıqlardır. Bax bu hissə qulaqcıqlar. Bir sağ qulaqcıq, bu hissə isə sol qulaqcıqdır. Buradan bizə sol qulaqcığı göstərmiş olur. Və iki dənə də mədəcik dedik. Deməli sağ mədəcik, bax bu hissə sağ mədəcikdir və sol mədəcik. Bu hissə də təbii ki, sol mədəcikdir. Qulaqcıqların əzələli divarına baxsaq görərik ki, onun divarı nazikdir, amma mədəciklərin divarı nisbətən qalındır. Və qulaqcıqlar yığıldıqda qanı ötürür birbaşa mədəciklərə. Mədəciklərin divarına baxanda isə görürük ki, o nisbətən qalındır. Mədəciklər yığıldıqda isə qanı ötürür, bax belə damarlara ötürmüş olur. Və ürəkdə qanın yalnız bir istiqamətdə axdığını görürük. Yəni damarlarla gəlir qulaqcığa, qulaqcıqdan keçir mədəciyə, mədəcikdən keçir yenə damarlara. Yenə də buradan gəlir qulaqcığa tökülür, qulaqcıqdan mədəciyə, mədəcikdən də damarlara ötürülür. Yəni bir istiqamətdə hərəkət edir. Və onun bir istiqamətdə hərəkət etməsinə səbəb əlbəttə ki, orada olan deməli qapaqlardır. Ürəyimizdə iki növ qapaqlar var. Bir var taylı qapaqlar. Baxın bu hissədə görünür bu ağ rəngdə olan, bir də burada ağ rəngdə olan. Bunlar taylı qapaqlardır və bir də var aypara qapaqlar. Deməli iki növ qapaq var. Taylı qapaqların funksiyası nədir? Deməli, sağ qulaqcıqla sağ mədəcik arasında yerləşən taylı qapaq var. Bir də sol qulaqcıqla sol mədəcik arasında yerləşən taylı qapaq var. Sağ tərəfdə 1, 2, 3, 3 taylı qapaqdır. Sol tərəfdə isə 1, 2, 2 taylı qapaqdır. Və bu taylı qapaqlar deməli açıldıqda qan qulaqcıqdan mədəciyə tökülür və bağlandıqda isə qanın geriyə mədəcikdən qulaqcığa keçməsinin qarşısını alır. Deməli, taylı qapaqlar qanı bir istiqamətdə qulaqcıqdan mədəciyə ötürməyə kömək edir. Təbii ki, sağ və sol arasında heç bir əlaqə yoxdur, biz görürük. Bəs yaxşı, aypara qapaqlar nə edir? Sağ mədəciklə, bax bura sağ mədəcikdir, sağ mədəciklə ağciyərə biz bilirik ki, ürəyin sağ tərəfində çirkli qandır, sol tərəfində təmiz qandır. Və bu çirkli qan gedib təmizlənməlidir təbii ki. Təmizlənmək üçün də ağciyərə getməlidir. Sağ mədəcik yığıldıqda qanı ötürür ağciyər kötüyünə. Baxın burada yazılıb ağciyər kötüyünə. Ağciyər kötüyü budur. Və bu zaman aypara qapaqlar açılır.
Aypara qapaqlar açılır və qan ötürülür kötüyə. Aypara qapaqlar bağlandıqda qan ağciyər kötüyündən geri qayıtmasının qarşısını alınır. Eyni zamanda da sol mədəcikdə bilirik ki, təmiz qandır, sol tərəfdə təmiz qan olur. Sol mədəcik yığıldıqda bu zaman aypara qapaqlar, buradakı olan aypara qapaqlar açılır və qan ötürülür. Bax bu aortaya, bax bu damarın adı aorta damarıdır, ən böyük arteriya damarı və aortaya ötürüldükdən sonra təzədən aypara qapaqlar bağlanır ki, geri qayıtmasın qan təzədən aortadan geriyə mədəciyə axmasın. Və demək ki, sağ tərəfdə venoz qandır, sol tərəfdə isə arterial qandır. Və gəlin indi biz ürəyə birləşən damarların sayına baxaq, növünə baxaq və onun içində hansı növ qanın axdığına diqqət edək. Ümumilikdə bizim ürəyimizə, deməli uşaqlar, hə, bizim ürəyimizə 8 dənə damar birləşir. Demək, ürəyə 8 damar birləşir. Və bu 8 damarın 3 dənəsi sağ tərəfə birləşir. Ürəyin sağ hissəsinə birləşən damarın sayı 3 dənədir. Sol hissəsinə birləşən damarın sayı isə 5 dənədir. Gəlin baxaq, sağ tərəfə hansı damarlar birləşir? Biz baxın, bilirik ki, sağ tərəfdə venoz qan olur və sağ tərəfə birləşən damarları göy rəngli. Ona görə göstərirlər ki, bunların içində axan qan, deməli venoz qandır, çirkli qandır. Bir gəlir yuxarı boş vena, aşağı boş vena, deməli bunların içində venoz qan axır. Bu ikisi birləşir qulaqcığa. Oradan venoz qan gəlir, tökülür qulaqcıqlara. Oradan qulaqcıqlar yığıldıqda tökülür mədəciyə. Bu zaman taylı qapaqlar açılır sağ mədəcik və sağ mədəcik yığıldıqda qanı ötürür ağciyər kötüyünü. Demək, sağ tərəfə birləşən 3 damar hansı oldu? Yuxarı boş vena, aşağı qısa yazıram. Boş vena, bir də ağciyər kötüyü. Və ağciyər kötüyü isə öz növbəsində sol və sağ ağciyər arteriyalarına ayrılır. Arteriya damarı hansı damarlara deyilir? Bax, bu da sağ ağciyər arteriyasıdır, bu da sol ağciyər arteriyası. Arteriya damarları ürəkdən çıxan damardır, vena damarları ürəyə qayıdan damardır. Və burada nə görürük? Görürük ki, vena damarlarının içi ilə yuxarı və aşağı boş vena damarlarının içi ilə venoz qan axır, təbii ki. Eyni zamanda ağciyər kötüyü ilə də baxmayaraq ki, bu arteriya damarlarından ayrılır, yəni ağciyər kötüyü bölünür arteriya damarlarına. Arteriya damarlarının içində isə venoz qan axır. Deməli, sağ arteriyanın içində venoz qan axır və sol arteriya damarının içində venoz qan axır. Deyəndə ki, hansı arteriya damarının içində venoz qan axır, əslində ağciyər kötüyü də arteriya damarı sayılır, çünki ürəkdən çıxan damardır. Hansı damarın, arteriya damarının içində venoz qan axır? Deyir ki, ağciyər arteriyalarının içində venoz qan axır. Bu 3 damar sağa birləşdi. İndi gəlin baxaq, sola birləşən damarlar hansılardır? Sola isə dedik ki, 5 dənə damar birləşir, düzdür? Sola birləşən damarların içi ilə təbii ki, sol tərəfdə təmiz qan olduğuna görə içində təmiz qan axmalıdır. Baxın, ağciyərdən gedir qan ağciyərlərdə təmizləndikdən sonra təzən ağciyərdən təmiz qan gəlib ürəyə qayıtmalıdır. Bu zaman gələn damarlar, ağciyərdən gələn damarlar sağdan, soldan da 2 dənə damar gəlir, gəlir deyə sol ağciyər vena deyirik. İçində təmiz qan gətirir. Yəni içində bunun arterial qan var. Həm soldan gələn 2 dənə damar var, həm də sağdan gələn 2 dənə damar var ki, 2 dənə vena damar, demək bunun içində arterial qan var. Demək bu 5 damardan 4 dənəsi ağciyərlərdən gəlir, sağ və sol ağciyərdən. Demək 5 damardan 4 dənəsi ağciyər nələri oldu? Venaları. Hansı ki, içində arterial qan axır. Deməli, hansı vena damardır ki, içində arterial qan axır deyəndə deyirik ağciyər venasıdır. Bir dənə də damar isə bu gəlir bura töküldükdən sonra, hər iki tərəfdən töküldükdən sonra deməli
Qulaqcıq yığılır. Bu zaman taylı qapaqlar açılır, iki taylı qapaqlar açılır və qan tökülür mədəciyə. Mədəcik yığıldıqda isə qanı vurur aortaya, ən böyük arteriyaya. Deməli, bir damarımızda oldu, bir dənə aorta. Burada biraz hərflərlə qarışır. Bunun da içində təbii ki, arterial qan axır. Deməli, 8 damardan 3'ü sağa birləşdi, 5'i sola birləşdi. Sola birləşən damarlardan 4 dənəsi ağciyər venasıdır, bir dənəsi ağciyər, bir dənəsi də aortadır. Bunların da hamısının içində arterial qan axır. Buradan belə çıxır ki, 8-dən 3'ü deməli venoz qan axır, 8-dən 5'ində isə arterial qan axmış olur. Və ürəyin quruluşuna diqqətlə baxanda bir də nə görürük uşaqlar? Biz görürük ki, ürəyin sol tərəfi sağ tərəfindən, yəni sol mədəciyin divarı, bax bu divarı, sağ mədəciyin divarından qalındır. Sağ mədəciyin divarı görürsüz, nazikdir. Təbii ki, bunun da bir səbəbi var. Bunun da səbəbi odur ki, sol tərəf sağa nisbətən daha böyük iş görür. Çünki sağ tərəf yığıldıqda yalnız ağciyərə ötürürsə qanı. Sol tərəf yığıldıqda isə qanı ötürür bütün bədənə. Ona görə o daha çox iş görmüş olur. Baxın, buradan biz taylı və aypara qapaqları çox rahat şəkildə görə bilərik. Deməli, sağa birləşən 3 taylı qapaqlar qulaqcıqla mədəciy arasında yerləşir. Sola birləşən 2 taylı qapaqlar sol qulaqcıqla sol mədəciyin arasında yerləşir. Və aortaya birləşən aypara qapaqları, bir də ağciyər kötüyündən olan aypara qapaqlar, hansı ki, bunlar damarlardan geriyə qanın mədəciyə axmasının qarşısını alır. Baxın, burada göstərilən bax bu aypara qapaqlar bunlardır. Və danışaq ürəyin tac damarlarından. Baxın, biz burada ürəyin sol və sağ tac damarlarını çox yaxşı belə deyək ki, görə bilərik. Belə ki, ürəyin sağ hissəsində biz nə dedik? Venoz qan var, sol hissəsində arterial qan daşıyır və ürəyi təbii ki, qidalandıran damarlar da olmalıdır ki, onu arterial qanla təchiz eləsin, təmiz qanla təchiz eləsin ki, bunlar sağ və sol deməli tac arteriya damarlarıdır. Hansı ki, bunlar özləri aortadan ayrılır. Bax, bu aortanın biri başa gedir, biri qollara gedir, biri də ürəyi qidalandıran həmin o tac damarlarına ayrılmış olur. Burada bizə bir belə fəaliyyət verilib. Burada məməli heyvanın ürəyinin quruluşuna baxmaq lazımdır. Biz buna, məsələn, burada olan bir video var, uşaqlar. Gəlin elə oradan da onun deməli quruluşuna baxa bilərik. Əslində buna baxa bilərik. Ya axı sonda göstərərəm bunu sizə. Ən yaxşısı ürəyin quruluşunu sonda göstərərəm sizə. Bəzi ürək qüsurları zamanı taylı yaxud aypara qapaqlar öz funksiyalarını itirir, tam icra edə bilmədikdə fəsadlar baş verə bilərmi? Əlbəttə fəsad baş verə bilər. Çünki taylı qapaqlar ürəkdə qanın bir istiqamətdə, aypara qapaqlar da ürəkdə qanın bir istiqamətdə axmasına təmin edir və bu zaman qüsurlar meydana gələ bilər. Taxikardiya deyə bilərik biz buna və yaxud da ki, belə deyək də, yəni ürək öz fəaliyyətini düzgün yerinə yetirə bilmir və ya ürək zəifləyir və yaxud da ürəyə həddən artıq güc düşür. İndi isə gəlin ürəyin quruluşunu danışdıq, indi isə ürəyin işindən danışaq. Bayaq biz dedik ki, ümumiyyətlə canlılarda 4 növ, 4 qrup toxuma var. Sinir, əzələ, birləşdirici və epiteli. Ürəyin özü də əzələdən təşkil olunmuşdur. Əzələlər özləri iki cür olur: enine zolaqlı və sayə əzələlər. Və ürəyin, daha doğrusu əzələlərin üç qrupa bölünür: enine zolaqlı ürək əzələsi və enine zolaqlı skelet əzələsi və sayə əzələlər. Ürək özü isə enine zolaqlı ürək əzələsindən təşkil olunmuşdur və onun işi qeyri-iradidir. Yəni bu nə deməkdir? Yəni ürəyin yığılıb açılması bizim iradəmizə tabe deyil. Məsələn, qollarımızı, skelet əzələlərimizi, qollarımıza bir orada olan bazunun iki başlı əzələsi, üç başlı əzələsi, biz bunları çox rahat şəkildə yığıb boşalda bilirik.
Bu bizim iradəmizə tabedir. Amma ürək əzələsinin işi bizim iradəmizə tabe deyil. Və ürək əzələlərinə davamlı olaraq oyanma əmələ gətirən xüsusi hüceyrələr qrupu var. Hansı ki, onlar ürəyin daima yığılıb açılmasına təsir göstərir və bu oyanmanın ürək kameralarının əzələvi divarlarına ötürülməsi sayəsində əvvəlcə qulaqcıqlar yığılır, ondan sonra mədəciklər yığılır. Biz yığılmaya başqa sözlə sistola deyəcəyik. Boşalmaya isə biz diastola deyəcəyik. Ürəyin fəaliyyəti zamanı qulaqcıq və mədəcik əzələləri ritmik olaraq təkrarlanaraq yığılmağı və boşalmadan ibarətdir. Yəni ürək daima mədəcik və qulaqcıqlar yığılır, boşalır. Yəni sistola və diastola edir. Və ürəyin bir dəfə tam bütün həm mədəcik, həm qulaqcıqların yığılması, yəni sistolası və bir dəfə də tam boşalması, yəni diastolası ürək döyünməsi adlanır. Bir dəfə ürək döyünməsi və hər ürək döyüntüsü, biz buna başqa sözlə sikl deyirik. Niyə sikl deyirik? Çünki daima dövr eləyir. Gah qulaqcıqlar yığılır, gah mədəciklər yığılır, sonra ümumi diastola, yenə qulaqcıq yığılır, mədəcik yığılır, ümumi diastola. Yəni bu nə olur? Siklik olaraq baş verir, yəni dövr edir. Ona görə biz buna ürək sikli deyəcəyik. Və insanın bir döyünməsi, ürək döyüntüsü ya da ürək sikli 0,8 saniyə davam edir. Bu orta göstəricidir, 0,8 saniyə. Məsələn, ürək qüsuru olan insanlarda bu vaxt arta da bilər, azala da bilər. Həmçinin bu yaşdan da asılıdır. Yəni yaşlı insanlarda bu daha uzun müddətli olur, cavanlarda, uşaqlarda daha qısa olur bunun ürəyin bir dəfə döyünməsi. Və dedik ki, ürək sikli özü 3 fazadan ibarətdir. Baxın, burada biz ürək siklinin fazalarını görmüş olarıq. Hansı fazalardır bu? Deməli, birinci gəlir, birinci faza, qulaqcıqların yığılması və yaxud da sistolası. Bu 0,1 saniyədir. Yəni 0,8-in 0,1-i, yəni 8-də 1. Deməli, qulaqcıqlar 0,8 saniyənin 0,1 saniyəsini sistola edirsə, o olur sistolası. O zaman 8-dən 7-sini deməli istirahət eləyir, yəni diastola edir. Və bu zaman nə baş verir? Baxın, biz burada bunu görürük. Bu hissə qulaqcıqlardır. Bu zaman qulaqcıqlar yığılır. Mədəciklər təbii ki, diastola vəziyyətindədir. Yəni mədəcik tam boşalmış haldadır. Bu zaman qulaqcıqlar yığılır və qulaqcıqların əzələləri yığılarkən burada olan taylı qapaqlar açılır. Taylı qapaq açıldıqda həmçinin burada da aypara qapaq bağlı olur ki, qan getməsin damara. Amma taylı qapaq açıqdır. Açıq olduğuna görə qan tökülür mədəciyə və bu zaman qan mədəciyi doldurur. Qulaqcıqlardan qan mədəciyə doldu. Bu oldu qulaqcığın sistolası. Bu oldu birinci faza. Növbəti gəlir ikinci faza. İkinci fazada mədəciklərin sistolası deyirik. Bu zaman nə baş verir? Əslində mədəciklərin sistolası iki hissədən ibarətdir. Bunu izah edim, daha ətraflı danışacağam. Bu zaman mədəciklər yığılır və qulaqcıqlar təbii ki, diastol vəziyyətindədir. Bu zaman nə baş verir? Mədəciklərin əzələləri yığılarkən aypara qapaqlar açılır, amma taylı qapaqlar bağlı olur. Deməli, burada aypara qapaqlar açıq vəziyyətdədir, taylı qapaqlar isə bağlı vəziyyətdədir. Amma qulaqcıqlarda necə olur? Taylı qapaqlar açıq vəziyyətdə idi, aypara qapaqlar bağlı vəziyyətdə idi. Və qan sağ mədəcikdən ağciyər kötüyünə, sol mədəcikdən də aortaya vurulur ki, bu da 0,3 saniyə davam edir. Yəni 0,8-in 0,3 saniyəsi və yaxud da 8-də 3-ü mədəciklərin sistolasıdır. O zaman 8-dən 5-i mədəciklərin diastolasıdır. Yəni zamanın 8-dən 3-ü, zamanın 8-dən 5-i. Daha sonra növbəti faza gəlir, üçüncü faza gəlir. Bu zaman, buna biz ümumi diastola və yaxud da ümumi istirahət deyirik. 8-dən 1-i, 8-dən 3-ü getdisə, yerdə nə qalar? 8-dən 4-ü qalar və yaxud da 0,8-in 0,1-i, bir də 0,3-ü getdisə, cəmi 0,4-dür, yerdə 0,4-ü qalar. Deməli, o da düşür ümumi diastolanın payına, 0,4. Yəni 8-dən 4 hissəsini ürək dincəlir. Bu fazanın əvvəlində taylı həm də aypara qapaqlar bağlıdır. Əvvəldə bu ikisi də bağlıdır.
Burada bağlıdır, burada bağlıdır. Yəni əvvəlində taylı qapaqda bağlıdır, aypara qapaqda bağlıdır. Ə, və həmin o dövrdə iri vena damarlarından, bax buradan da, aşağı və yuxarı boş venadan da, həmçinin ağciyər venalarından da qan əvvəlcə qulaqcıqlara dolur və bu fazanın sonuna yaxın taylı qapaqlar açılır və qan da dolur mədəciklərə. Çünki hər ikisi boşalmış vəziyyətdə olduğuna görə qan rahat şəkildə bura dolur və ondan sonra yenidən qulaqcıqların sistolası davam edir. Məsələn, bizim qarşımıza məsələ düşə bilər. Deyə bilər ki, tutaq ki, 16 yaşlı insanın mədəciyi neçə il sistola edib. Həmçinin 16 yaşlı insanın deməli qulaqcıqları, ürəyinin qulaqcıqları neçə il diastola edib. Gəlin görək bunu tapaq. Bunu necə tapacağıq? Bayaq nə dedik? Dedik ki, bu proses zamanın 8-də 1-idir, 8-də 7-si, 8-də 3-ü, 8-də 5-i, 8-də 4-üdür. Yəni biz bu ili, yaşdır da 16 ildir, düzdürmü? Biz bunu saniyəyə çevirmirik. Ən rahat üsulu bizə verilən bir döyüntüyə uyğun olan fazaları həmin o zaman o hissənin, o zamanın hissələrindən götürürüksə, elə 16 yaşın da həmin hissələrindən götürsək eyni cavab almış oluruq. Yəni bizə mədəciyin sistolasını istəyirsə, mədəciyin sistolası nə qədər davam edirdi? 8-də 3. Deməli 16-nın 8-də 3-ünü tapırıq. Bu zaman deməli nə baş verir? 16-nı bölürük 8-ə, neçə edir? 2, 2-ni də vururuqca 6. Deməli 6 il mədəciklər sistola idi. Sonra nə istədi? Qulaqcıqlar neçə il diastola idi? Qulaqcığın diastolası 8-də 7-dir. Yenə nə edirik? 16 ilin 8-də 7-sini tapdıq. 16-nı böldük 8-ə 2, 2-ni vurduq 7-yə 14 il. Nə baş verdi? Qulaqcıqların diastolasıdır. Gəlin bu diastola sistolaya bax burada da baxaq uşaqlar. Bax bu vəsaitdə də baxaq. Burada biz nə görürük? Baxın, biz görürük ki, bayaq nə dedik? Qulaqcıqların sistolası baş verir. Deməli qulaqcıqlar yığılır, taylı qapaqlar açıqdır, aypara qapaq bağlıdır. Sonra nə baş verir? Mədəciklərin yığılması ikinci fazada, düzdürmü? Əslində mədəciklərin yığılması ikinci fazası iki hissədən ibarətdir, iki mərhələdən ibarətdir. Birinci mərhələ biz izometrik mərhələ deyirik, izometrik mərhələ, yığılma. Daha sonra isə qanın qovulmasıdır. Yəni burada nə baş verir? Birinci mərhələdə mədəciklərdə təzyiq artır, amma qan hələ qovulmur. Yəni təzyiq var, amma hələ ki qan qovulmur. Çünki qulaqçıqda mədəcik qan dolubdur, amma hələ ki qan qovulmur. Taylı qapaqlar bağlıdır, aypara qapaqlar hələ də bağlıdır, açılmayıb. Çünki hələ ki qan qovulmur və ürəyin birinci tonu eşidilir. Yəni nə baş verir? Qapaqların deməli birinci tonu bu nədir? Qapaqların bağlanmasından yaranır. Hansı ki taylı qapaqlar nə baş verdi? Bağlandı, qoymur axmağa. Bax bu ürəyin birinci tonudur. Buna lub səsi deyirlər. Lub səsi. Bu həm bizim dildə də bu şəkildə səslənir, başqa dillərdə də lub deyirlər buna. Çünki burada nə baş verir? Taylı qapaq bağlandı. O səs eşidildi. İkinci mərhələdə nə baş verir? Mədəciklərdə o ki təzyiq yüksəlibdir, qan güclü şəkildə ya aortaya və yaxud da ki ağciyər kötüyünə qovulur. Ona görə ikinci mərhələyə qanın qovulması dövrü adlandırırıq və bu zaman aypara qapaqlar açılır ki, qan getsin də, damarlara dövr etsin. Mərhələnin sonunda aypara qapağın istiqamətində qanın geriyə axını başlayır və aypara qapaq bağlanır. Bağlanır ki, qan geriyə axmasın. Geriyə axmanın qarşısını alır. Və ürəyin bu zaman ikinci tonu dub səsi eşidilir. Deməli, lub səsi oldu, taylı qapaq bağlananda. Dub səsi oldu, aypara qapaq bağlananda. Bu zaman artıq o oldu ikinci faza. Üçüncü fazada ümumi diastola. Bu da iki hissədən ibarətdir. İzotermikdən, bir də qulaqcıq və mədəciklərin dolmasından. Bu mərhələdə mədəciklər boşalır, taylı qapaqlar
bağlıdır. İkisi də bağlıdır. Bayaq dedim, əvvəlində taylı və aypara qapaqlar bağlıdır. Və bayaq təzyiq mədəciklərdə yüksək idi. İndi görürsüz kənarlara doğru gedir. Təzyiq azalır, aşağı düşür və qan vena damarlarından gəlir, başlayır dolmağa. Bax bu qulaqcığa dolmağa başlayır. Baxın, yavaş-yavaş qulaqcığa dolur vena damarından. Qulaqcıqlara dolmağa başlayır. Qanın dolması dövrü ikinci dövr, o üçüncü fazanın ikinci dövrü. Bu zaman mədəciklərdəki təzyiq, qulaqçıqdakı təzyiqdən yenə aşağı düşür və taylı qapaqlar açılır və qan mədəciyə də dolmuş olur. Bu zaman aypara qapaq açılmır, sadəcə taylı qapaq açılır. Yəni çox belə rahat şəkildə açılır ki, qan demək bu zaman həm qulaqçıqda olur, həm də mədəcikdə, amma bu zaman axın passiv şəkildə olur. Yəni bura heç bir impuls ötürülmür və bu zaman impuls ötürülmədiyinə görə də ürək tam olaraq istirahət edir. Və təbii ki, mərhələnin sonunda yenidən qulaqcıqlar nə etməyə başlayır? Yığılmağa başlayır. Bax, bu oldu qulaqcıqların, ümumiyyətlə ürəyin sistolasının fazaları. İndi isə gəlin nədən danışaq? Gəlin danışaq elektrokardioqrafiyadan, yəni elektrokardioqraf cihazından danışaq. Bu cihazın adı elektrokardioqraf cihazıdır, amma buradan çıxan bax bu kağızın adı isə elektrokardioqramdır. Təbii ki, ürək bu işi nədir? Ürəyin biocərəyanlarını elektrokardioqraf cihazı vasitəsilə qeydə alırlar. Oradan çıxan foto kağız isə elektrokardioqram adlanır və sağlam insanın, yəqin ki, biz hamımız bu kağızı bir dəfə də olsa görmüşük və sağlam insanda elektrokardioqram sabit olur, dəyişmir. Bax, bu cür ardıcıl şəkildə gedir və burada hərflər görürük. P, Q, R, S, T hərfləri ilə 5 dənə dişçik görmüş oluruq. 1, 2, 3, 4, 5 dənə dişçik görürük. Gəlin görə bunların mənası nədir? Hər birinin mənası nədir? P dişçiyi qulaqcığın sistolasıdır. Bax, deməli bu, bax buradan bura qədər olan hissə qulaqcığın sistolası adlanır. QRS kompleksi mədəciyin sistolasının başlanğıcıdır. Biz axı bayaq nə dedik? Mədəciyin sistolası 2 mərhələdən ibarətdir. İzotermik mərhələdən ibarətdir. Baxın, bayaq o danışdığım hissəni deyirəm. Bir, izotermik yığılma, sadəcə olaraq mədəcik deməli yığılır, amma hələ ki qanı ötürmür, taylı qapaq bağlanır. Ondan sonra isə qanın qovulması baş verir, aypara qapaq açılır, sonda aypara qapaq bağlanır ki, dub səsi eşidilir. Baxın, elə burada da ilk olaraq birinci mədəciyin izotermik mərhələsidir, yəni sistolanın başlanğıcıdır. Ondan sonra isə T isə, dişçi isə həmin o aypara qapağın bağlandığını, yəni mədəciyin sistolasının sonunu göstərir. Deməli, bu iki hissə adlanır mədəciyin sistolasıdır. Bu hissədən T-dən P-yə qədər. Çünki bu təzədən nə olur? Təzədən P ilə başlayır, düzdür? Təzədən Q olur, R olur, S olur, yenidən T olur. Deməli, yenidən başlayırıq. P, G, R, S, T. Düzdürmü? Baxın, bu P ilə T ilə P-nin arasında olan vaxt isə ümumi diastola adlanır. Yəni, ümumi boşalma adlanır. İndi gəlin bunu biraz da dərindən, yəqin ki, sizə maraqlı olar, kimə maraqlıdırsa, məncə qulaq assın, ki, biraz da dərindən buna fikir verək. Məsələn, burada bizə belə bir qrafik verilib. Qulaqcıqların sistola və diastolası. Bax, görürsünüz ki, sistola qısa müddətdədir, diastola uzun. Demək, buna mən nə deyərəm? Buna deyərəm 0,1 saniyə deyərəm bu hissəyə. O zaman buradan bura qədər olan dövr olar 0,7 saniyə. Sonra nə görürəm? Qulaqcıq sistola etdi, ondan sonra mədəcik sistola edir. O zaman mədəcik sistolası 0,3 saniyədirsə, ümumi diastola demək 0,1 getdi, 0,3 getdi, 7-dən 7-dən 0,3 çıxdım. Yerdə nə qalacaq bu buradan bu tərəfə? Ümumi boşalma. Bu da olacaq, deməli, 0,4 saniyə. Və baxanda nə görürük? Mədəciyin ümumi diastolası 0,4 və 0,1, yəni 0,5 saniyə ümumi diastola edir. İndi fikir verin. Baxın, bura aypara qapaqların, bu aorta damarının da olan qan təzyiqini danışır. Qan təzyiqini göstərir. Aortada olan qan təzyiqi qara xəttlə göstərib. Nə zaman yüksək olur? Qulaqcıqlar yığılan zaman qan ötürülür mədəciyə. Hələ aorta damarında təzyiq dəyişməyib. Sonra mədəcik yığılanda qanı vurur aortaya. Baxın, o zaman aortada təzyiq yüksəlir. Və nəticədə yüksək, belə deyək ki, qan təzyiqini buradan müşahidə etmiş oluruq aortada.
Ondan sonra ümumi bir diastolada təzədən aort aypara qapaqlar bağlanır və aortada təzyiq yenidən stabilləşir. Burada isə, aşağıda isə bizə qulaqcığın deməli hərəkətini göstərir. Qulaqcıqlar deməli diastola edən zaman taylı qapaqlar açılır, sonda bağlanır və burada sol mədəcikdə olan belə deyək təzyiqin yüksəlməsini göstərir. Çünki taylı baxın bu hansı hissəyə düşür? Bax bu gəlib düşür mədəciklərin sistolasına. Düzdürmü? Mədəciklər sistola edəndə təbii ki, mədəcikdə olan təzyiq artır. Baxın, arta-arta gedir və ən yüksəyə qalxır, sonra mədəcikdə təzyiq aşağı düşməyə başlayır. Təbii ki, o qanı damarlara vurduğuna görə. Və sonda taylı qapaqlar da bağlı olur və aypara qapaqlar da bağlı olur. Ümumi istirahət görmüş oluruq. Və burada bizə deməli baxın bu şəkilə diqqətdən baxsaq, burada müxtəlif bax bu qulaqçıqların sistolasıdır, burada taylı mədəciklərin sistolasının əvvəlidir, sonudur və buradakı olan məsafələrə əsasən insanın ürək fəaliyyəti haqqında bir söz deyə bilərik. Məsələn, bu şəkili, bu kağızı hamımız görmüşük və bu kağızın nə demək olduğuna baxsaq, yəni məncə maraqlı olar sizə də. Burada biz 5 millimetr hissəsi 0,2 saniyəyə uyğun gəlir. Hər bir kvadrat, o kiçik kvadrat 0,4 saniyəyə uyğundur. Böyük kvadratlar, təbii ki, o 0,4-dən 5 dənə yuxarı, 5 dənə bu tərəfə 0,2 saniyəyə uyğun gəldiyini göstərir. Və biz burada ümumi aralığa baxsaq görərik ki, bu hissə cəmi bizə 0,8 saniyəni verir. Baxın, görürsünüz kvadratların sayını vururlar 0,4-ə. Neçə dənə burada kvadrat varsa onun. Bunu sayanda görürük ki, burada 20 dənə kvadrat var və onun hər birinin hər biri 0,4 %4-dür. Vururuq 4-ə olur 0,8 saniyə. 1 dəqiqədə ürək döyüntülərinin sayını hesablamaq üçün təbii ki 1 dəqiqə 60 saniyədir. 60 saniyə ərzində 60 saniyə ərzində ürəyin döyüntüsünün sayını tapmaq istəyirik. Bu zaman biz deməli 60 saniyəni bir döyüntüyə sərf olunan zamana bölməklə neçə dəfə döyüntü olduğunu tapmış oluruq. Yəni ümumiyyətlə bizə əgər verilibsə ki, tutaq ki, insanın ürəyi bir döyüntüyə sərf olunan zaman deyək ki 0,4 saniyədir. Bu zaman insanın ürək vurğularının sayı nə qədərdir bir dəqiqədə? Bunu 2 üsulla eləyə bilərik. Birinci üsul tənasüb qurmaqladır. Bir dəqiqədə, yəni 60 saniyədə bəs neçə dəfə döyünür? X dəfə. X bərabərdir 60 saniyə vururuq bir döyüntüyə, bölürük 0,4 saniyəyə. Vururuq bir döyüntüyə. Bu zaman saniyələr gedirmi? Döyüntü qalır. O da neçə eləyir? 60-ı 0,4-ə böləndə 150 döyüntü etmiş olur. Bu birinci üsul. İkinci üsul isə düsturla eləyə bilərik. Yəni, ürək döyüntülərinin sayını tapmaq üçün, delta T-ni tapmaq üçün biz deməli zamanı bölürük ürək vurğularının sayına. Zaman neçə idi? 60 saniyə. Ürək delta T, yəni üzr istəyirəm, biz tərsini yazdım, bunu düzəldim. Biz ürək döyüntülərinin sayını tapmaq üçün, yəni eni tapmaq üçün deməli nə edirik? Ümumi zamanı, yəni T-ni bölürük delta T-yə. Delta T ürək siklindən sərf olunan zamandır. T verilən zamandır. Verilən zaman 60 saniyə idi. Bizə nə demişdi? Demişdi ki, ürək döyüntüləri bir döyüntüyə sərf olunan zaman 0,4 saniyədir. O da 0,4 saniyə bölürük. O zaman yenə eləyir 150 döyüntü etmiş olur. Və yaxud da delta T-ni necə taparıq? Delta T-ni tapmaq üçün zamanı bölürük ürək döyüntülərinin sayına. Tutaq ki, zaman 60 saniyədir və 60 saniyədə ürəyimiz 75 dəfə döyünübdür. Bəs onda ürək döyüntülərinin bir döyüntüyə nə qədər zaman sərf olunur? 60-ı 75-ə böləndə 0,8 saniyə bir döyüntüyə sərf olunan zamandır. Və buradakı intervallara baxmaqla biz həmin insan haqqında müəyyən fikir irəli sürə bilərik. Məsələn, baxın, bu ən yuxarı hədd RR intervalı. Deməli, bu iki ardıcıl R dalğası arasındakı məsafədir. R də bilirik ki, mədəciklərin yığılmasının birinci hissəsidir, düzdürmü? İki mədəciyin yığılması arasında olan
tezliyə əsasən biz insan haqqında bir fikirlər sürə bilərik. Sakit vəziyyətdə normal insanın ürək ritmi dəqiqədə 60-100 dəfə döyünürsə, bu normaldır. Əgər ürək döyüntüləri 100-dən çoxdursa, bu artıq taxikardiyaya gətirib çıxardır. 60-dan aşağıdırsa, bu bradikardiyadır. Deməli, normal insanın bir dəqiqədə ürəyi 60-100 dəfə döyünməlidir. Və yaxud da ki, məsələn, bax bu aralığa baxsaq, P ilə Q arasına bax bu hissəyə baxsaq, uşaqlarda bu aralıq qısadır, böyüklərdə bu aralıq uzundur. Bu onu göstərir ki, uşaqların ürəyi bilir ki, tez-tez döyünür bir dəqiqədə. Yaş artdıqca ürək döyüntülərinin sayı da azalmağa başlayır. Və yaxud da bax bu intervallara əsasən biz müəyyən fikirlər irəli sürə bilərik ki, bu yəni əlavə bir məlumatdır. Ona görə sizi yormaq istəmirəm bununla. Bu qədər uşaqlar bu dərsimiz. Gəlin indi tapşırıqlara da baxaq. Məktəbli müxtəlif fəaliyyətlər zamanı ürək döyüntülərinin sayıdır və cədvəldə qeyd edilir. Dərs oxuyanda 1 dəqiqədə 75 dəfə döyündü, velosiped sürəndə 150, sürətli yeriyəndə 100 dəfə. Hansı fəaliyyət zamanı onun ürək siklinə sərf olunan vaxt ən az olmuşdur? İndi gəlin bunu tapaq. Məsələn, dərs oxuyanda 75 dəfə döyündü, düzdürmü? 1 dəqiqədə. 60 saniyədə əgər ürəyi 75 dəfə döyünürsə, bəs yaxşı, bir döyüntüyə, axı bizdən ürək siklini istəyir, yəni bir döyüntüyə sərf olunan zaman nə qədər vaxt sərf olunubdur? Buradan x nəyə bərabərdir? 60-ı vururuq 1-ə, bölürük 75-ə. Neçə eləyəcək? 0,8 saniyə. Demək, birincidə 0,8 saniyə vaxt sərf olunub. İkinciyə baxaq. Bu oldu birinci. Velosiped sürəndə. Deməli, velosiped sürəndə baxırıq ki, ürək döyüntüsü daha çox olur. Deməli, 1 dəqiqədə, yəni 60 saniyədə bunun ürək vurğuları olacaq 150 döyüntü və sonda bir döyüntüyə, bir dəfə döyüntüyə nə qədər vaxt sərf olunur? X bərabərdir 60-ı bölürük 150-yə. Nə qədər vaxt olur? 0,4 saniyə. Deməli, ürək döyüntüsü burada oldu 0,4 saniyə. Daha sonra sürətli yerimək bu zaman nə edirik? 60 saniyə 100 döyüntüdürsə, bəs onda bir döyüntüyə nə qədər vaxt sərf olunubdur? X. Buradan x bərabərdir. 60-ı bölürük 100-ə. Bu da neçə eləyir? 0,6 saniyə. Deməli, bu sürətli yeriyəndə ürək döyüntüsü 0,6 saniyədir. Baxın, nə qədər ürək siklinin zamanı azalırsa, bir döyüntüyə sərf olunan zamanı azalırsa, o zaman ürək döyüntülərinin sayı o qədər artır. Yəni, bunlar bir-biri ilə tərs mütənasibdir. Hansı fəaliyyət zamanı onun bir ürək sikli 0,8 saniyə oldu? Təbii ki, dərs oxuyan zaman. Hansı fəaliyyət zamanı onun ürəyindən daha çox miqdarda qan keçər? Nə qədər çox ürək döyünürsə, o qədər ürəkdən daha çox qan keçər. Təbii ki, bu da nə vaxt oldu? Velosiped sürəndə. İndi gəlin öyrəndiklərinizi tədqiq yoxlayın hissəsinə baxaq. Ürəyin quruluşunun funksiyası ilə necə əlaqəlidir? Təbii ki, bayaqdan danışdığımız kimi ürəyin salı hissəsi sağ hissəsindən fərqlidir, qulaqcığı mədəciyindən fərqlidir, taylı qapaqlar var, aypara qapaqlar var və s. və bunların hamısı əslində onun quruluşu funksiyası ilə əlaqədardır. Təbii ki, hamısının funksiyasını da saydıq ki, niyə belədir, quruluş niyə belədir, bayaqdan izahda dedik. İnsanda ürəyin hansı kameralarından venoz qan axı keçir? İnsanda ürəyin sağ tərəfindən, sağ kameralarından venoz, sağ qulaqcıq və sağ mədəcikdən venoz qan keçir. Uyğunluğu müəyyən edək. Taylı qapaqlar və aypara qapaqlar. Ürək siklinin birinci fazasında bağlı olur. Ürək siklinin birinci fazası qulaqcıqların sistolasıdır. Və qulaqcıq yığılanda taylı qapaqlar açılır, aypara qapaqlar bağlı olur. Deməli, ürək siklinin birinci fazasında bağlı olan aypara qapaqlardır. Onun bir anı buraya yazdım. Qulaqcıqla mədəcik arasında olur. Qulaqcıqla mədəcik arasında olan taylı qapaqlardır. B-ni buraya yazırıq. Qanın bir istiqamətdə axmasını təmin edir. Həm aypara, həm də taylı qapaqlar qanın bir istiqamətdə axmasını təmin edir. Bu da getdi. Mədəciklə arteriya damar arasında olur. Damarlarla mədəcik arasında olanlar aypara qapaqlardır. Bunu buraya yazırıq. Ürək siklinin ikinci fazasında bağlıdır. İkinci fazasında bağlı olan deməli, taylı qapaqlar bağlanır. İkinci fazada mədəcik sistola edir. Bu zaman taylı qapaq bağlanır, aypara qapaqlar açılır. Deməli, bağlı olan taylı qapaqlardır. Ona görə 1-ə aid oldu B-yə, 2-yə A, B, 3-ə isə C variantı uyğun gəldi. Bu qədər uşaqlar insanın ürəyinin quruluşu haqqında, ürəyinin işi haqqında. Ümid edirəm hər bir şey sizə tam aydın oldu. Sağ olun.